Salam, dəyərli abituriyent izləyicilərimiz, hər biriniz xoş gördük. Mən FES Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Dünya tarixində baş vermiş çox önəmli bir konqres haqqında bəzi vacib məlumatları sizlərə təqdim etmək istəyirəm. Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Və bu zaman Rusiya, Avstriya və İngiltərə bir sıra ərazilər əldə etmiş oldu. Rusiya çarı o zaman 1-ci Aleksandr hakimiyyətdədir və onun təşrifi ilə 1815-ci ildə müqəddəs ittifaq yaradıldı. Lakin İngiltərə bu ittifaqa daxil olmamışdı. Sual daha çox xəritə sualı kimi də düşə bilər. Viyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlayır. Yəni hər hansı bir dövlətin digərlərinə təhlükə yaratmaması üçün güc tarazlığına, yəni qitədə heç bir dövlətin təkbaşına hakim olmaması prinsipi tətbiq olunur və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə, qanuniliyə əsaslanan dünya düzəni quruldu. Sual 2024-cü ildə situasiya sualı kimi düşmüşdü və həmən testin izahını da paylaşmışam. Xəritə sualı kimi də izahını paylaşmışam. Baxıb ətraflı məlumatlana bilərsiniz. Hər birinizə uğurlar.